İntensiv yağan yağış zamanı sosial şəbəkələrdə ən çox müzakirə olunan hadisələrdən biri də yük arabası ilə insanlara yardım edən gənc oldu. Onun bu addımı bəzi izləyicilər tərəfindən rəğbətlə qarşılanıb, bəziləri isə tənqid edib. Məlum olub ki, o Səbail rayon ərazisində çalışan kondisioner ustası Kənan Cəfərovdur. Kənan Cəfərov bildirib ki, səhər saatlarında güclü yağış səbəbindən insanlar işə gedə bilmirdi. Yük arabası ilə insanlara yardım etməyə başladım. Xeyli sayda insana təmənnasız kömək etdim. Ayaqlarımı çırmalayıb suya girdim. İnsanları su basmış ərazilərdən keçirdim. Ətrafdakı insanlar bunu video çəkirdi. İndi isə sosial şəbəkələrdə güya mənim 1 manata insanlara kömək etdiyim yazılır. Müxtəlif atmaca şərhlər yazırlar. Bu isə məni narahat edir. Mən nə pislik etmişəm? Yağışda, soyuqda sağlamlığımdan keçib insanlara kömək etmişəm. İnsanlar da bundan razı qalıb mənə təşəkkür edirdilər. Məni yanlış formada təqdim etməyin. Ailəm bu paylaşımlardan narahat olur. Mən heç kimə pislik etməmişəm.